Dostlar, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi, dövlət qulluğuna hazırlaşanlar üçün bəzi qanunlardan artıq qızıl qaydalar paylaşmışam. Ənənəyə sadiq olaraq bu gün isə dövlət bayrağının istifadə qaydaları haqqında qanundan qızıl qaydaları paylaşacağım. Qeyd edim ki, digər qanundan olan qızıl qaydalara baxmaq üçün ya playlist hissəsinə daxil olub baxa bilərsiniz, ya da videonun aşağı hissəsində link yerləşdirəcəm. Ora daxil olaraq baxa bilərsiniz. Onu da qeyd edim ki, Telegram və WhatsApp qrupuma da üzv olaraq ən son xəbərlərdən xəbərdar ola bilərsiniz. Yəni, vaxt itirmədən keçək biz mövzumuza. İlk olaraq dövlət bayrağından nəyə deyəcəm? Qeyd etmək istəyirəm ki, qeyd olunur ki, dövlət bayrağına hörmət etməlidir. Kimlər dövlət bayrağına hörmət etməlidir? Əlbəttə ki, burada vətəndaşları, daha sonra əcnəbiləri və bir də ki, vətəndaşlığı olmayan şəxslərdir ki, bunlar hörmət etməlidir. Vətəndaşlığı olmayan şəxslər. Daha sonra nəyə qeyd edəcəm? Qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisindən kənarda dövlət bayrağımıza qarşı hər hansısa bir təhqir edici hərəkətlərin qarşısının alınması məqsədi ilə təhqir edici hərəkətlər yazdım. Bunların qarşısının alınması məqsədi ilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görülür. Beynəlxalq hüquq normalары. Uşaqlar, baxın, artıq kənara çıxırıqsa, bu zaman beynəlxalq hüquq, belə deyim, araya girir. Ancaq onu da qeyd edim ki, ümumilikdə bu qanunun tələblərini pozan şəxslər və yaxud da ki, bayrağa qarşı təhqir edici hərəkətlər edən şəxslər, yəni kənar söhbəti yoxdur. O isə qanunvericiliyə uyğun olaraq məsuliyyətə daşıyırlar və yaxud məsuliyyətə səbəb olur, qanunvericiliyə uyğun olaraq. Üçüncü bir məsələmiz var. Burada qeyd edəcəyim məsələ budur ki, dövlət bayrağı, baxın, elə dıbı kimi yazıram, qaldırılarkən və yaxud da ki, asılarkən, buradan yazdım, dövlət himninin ifa edildiyi hallar dövlət himni. Bu nə ilə müəyyən olunur? Himn sözündə yazın. Bu isə dövlət himninin istifadə qaydaları haqqında qanunla müəyyən olunur. Uşaqlar, bir önəmli məqamı diqqətinizə çatdıracağım. Bu qanunda o hissədən başqa heç yerdə qanunla nəsə müəyyən olunmur. Ya qanunvericiliklə müəyyən olunur və yaxud da ki, müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. Yadınızda saxlayın, çox önəmli məqamdır. Onu da qeyd edəcəm ki, nələr qanunvericiliklə müəyyən olunurdu. İndi mən bu hissəni siləcəm, videonu saxlayacağım və ikinci hissəyə keçəcəm. Uşaqlar, indi isə ən önəmli məqamlara gəldik. Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlər və yaxud yerləşdirilməli olduğu yerlər də var. Bunlar arasında fərqi müəyyən edəcəyik. İlk olaraq daimi qaldırılmalı olduğu yerlərə baxırıq. Daimi qaldırılmalı olduğu yer. Deməli, daimi qaldırılmalı olduğu yerləri bir-bir yazaq. Baxın, biz dövlət qulluğu haqqında qanun keçəndə orada dövlət orqanlarını kateqoriyalara bölmüşdük. Əsasən də ali kateqoriya dövlət orqanları. Baxın, burada prezidentin iqamətgahıdır. İqamətgahı. Düzdür, bu orqana bölmürdük. Prezident aparatı kimi fikirləşində iqamətgahı, Nazirlər Kabineti, Milli Məclis, elə buradan da yazaq. Milli Məclisdir, yəni Milli Məclisin binası. Daha sonra Konstitusiya Məhkəməsidir, Ali Məhkəmədir, yəni bunların binaları üzərində. Sonra birinci kateqoriyaya keçirik, Hesablama Palatasıdır, daha sonra Baş Prokurorluqdur, Məhkəmə Hüquq Şurasının aparatıdır, Məhkəmə Hüquq Şurası. Güman edirəm ki, görürsünüz yazıları, balaca yazmıram. Məhkəmə Hüquq Şurasının aparatı, Mərkəzi Bank var, daha sonra Mərkəzi, buradan bank yazın, Mərkəzi İcra Hakimiyyəti orqanlarının binalarıdır, yerli icra hakimiyyəti orqanlarıdır, onların binalarıdır. Daha sonra burada hansıları yaza bilərik? Ombudsman binası var, Mərkəzi Seçki Komissiyası var. Yəni, bunların binaları üzərində daimi qaldırılır. Bir də əlbəttə ki, burada xüsusi bunu qeyd etmək istəyirəm, sərhəd zastavaları məntəqələrində, sərhəd zastavalarında, zastava. Bunlarda da daimi qaldırılır. Burada niyə mən bunu yazdım? Önəmli məqamlar var. Baxın, uşaqlar, Naxçıvanı qeyd eləməmişəm, düzdürmü? Niyə görə?
Çünki Naxçıvanda da önəmli məsələ var ki, bax burada Naxçıvanın ombudsmanıdır, Naxçıvanın Mərkəzi Seçki Komissiyasıdır, bu ikisi və Naxçıvanın prokurorluğudur. Bax bu 3 dənəsində qaldırılmır. Yəni söhbət Naxçıvandan gedir. Gəlin buradan da yazaq. Qaldırılmır. Burada harda? Naxçıvan Muxtar Respublikasının buradan ombudsman yazıram. MSK yazıram və bir də yəni prokurorluq yazıram. Yəni baş yazıram prokurorluğum. Bax bu üçündə qaldırılmır. Suallarda da tez-tez düşdüyü üçün mən bunu bu hissədən yazdım. Hətta buradan da belə X eləyim ki, daha yaxşı mənimsəmiş olasınız. Daha sonra dövlət bayrağımız buralarda daimi qaldırılmalı olduğu yerdir. Bir də var dövlət bayrağının yerləşdirilməli olduğu yerlər. Yerləşdirilməli olduğu yerləri niyə yazdım? Ona görə ki, baxın uşaqlar, burada sadaladığım dövlət orqanlarının rəhbərlərinin otaqlarında yerləşdirilir. Məsələn, Konstitusiya Məhkəməsinin sədrinin xidmət otağı olsun, Milli Məclisin sədrinin otağı olsun, Milli Məclisin iclas salonu olsun və s. Eyni zamanda burada yerləşdirilməli olduğu yerlərdən hansılar yoxdur? Baxın, yerli icra hakimiyyətinin binalarında var. Ancaq yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin otağında bu yerləşdirilmir. Yadınızda saxlayın. Məhkəmələrdən 2 dənəsinin sədrinin otağında var. Ancaq bütün məhkəmələrin iclas salonlarında bizim dövlət bayrağımız yerləşdirilir. Onu da yadınızda saxlayın. Məsələn, burada X vermişəm ki, yerləşdirilmir burada. Eyni şəkildə daha sonra yerləşdiriləcək yerlərdən biri də budur ki, istər prezidentin, Azərbaycan Respublikası prezidentinin və yaxud da ki, diplomatik nümayəndəliklərinin, əlbəttə ki, xidməti vəzifəsini icra edərkən və dövlət nümayəndə heyəti rəhbərlərinin də nəqliyyat vasitələri üzərində də yerləşdirilir. Onu da yadınızda saxlayın, bu hissədə qeyd etmək istəmirəm. Yəni, yerləşdirilməli olduğu yerləri də mən buradan sadaladım və bir də əlbəttə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada, baxın, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda and içmə mərasimi keçirilən yerlərdə də yerləşdirilir. And içmə mərasimi keçirilən yerlərdə. Uşaqlar, bunu da yadınızda saxlayın, qanunla yox. Qeyd etdiyim kimi, qanun məsələsi bir dəfə bizim qarşımıza çıxmışdır. İndi mən bu hissəni siləcəm, daha sonra baxacaq dövlət bayrağı hansı yerlərdə qaldırılır. Söhbət daimidən getmir, əlbəttə ki, ümumi olaraq qaldırılan olan yerlərdən danışacağım. Videonu saxlayın, baxın görürük burada olurmu, sonra davam edirik. Dostlar, davam edirik, baxaq görək dövlət bayrağı hansı yerlərdə qaldırılır. Söhbət daimidən getmir, ümumi qaldırılacaq olan yerlərdən söhbət gedir. Baxın, buradan bir yazıram, diplomatik protokol qaydalarına uyğun olaraq, protokol qaydası və yaxud da ki, beynəlxalq hüquq normalarına uyğun olaraq xaricdə yerləşən diplomatik nümayəndəliklər üzərində və ya konsulluqlar üzərində qaldırılır. Diplomatik nümayəndəliklər yazıram qısa şəkildə. Daha sonra harda qaldırılır? Ticarət gəmiçiliyi məcəlləsinə uyğun olaraq məcəllə Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata keçmiş gəmilər üzərində. Baxın, gəmi məcəlləsinə uyğun olaraq gəmi reyestrlərinin birində qeydiyyata keçmiş gəmilər üzərində. Üçüncü məsələ bir də burada nədir? Əlbəttə ki, bu tək burada yox, silahlı qüvvələrin və yaxud gəmilərin üzərində də qaldırılır. O da önəmli məsələdir. Silahlı qüvvələrin və yaxud digər silahlı birləşmələrin hərbi hissələrində, elə buradan silahlı qüvvələrin hərbi hissələri yazıram. Gəlin, baxaq görək, bu harada qaldırılır. Baxın, buradan elə 1 yazıram, 3.1 yazaq. Dövlət mükafatı təqdim olunursa, dövlət mükafatı, yəni söhbət hərbi hissəyə gedir. 3.2 yazaq burada. Və yaxud həmin hərbi hissə və yaxud gəmi xarici ölkə ərazisində olarkən, və yaxud 3.3 yazaq, and içmə mərasimi keçirilərkən də, bax, bu bayrağımız qaldırılır. And içmə mərasimi keçirilərkən dövlət mükafatı dedik. Bir də əlbəttə ki, tədbirlər zamanı
Yəni bayramlar zamanı da belə deyək, bu bayrağımız qaldırılır. Tədbirlər, bayramlar zamanı. Bax, bu da önəmli məsələdir. Artıq bildik dövlət bayrağımız hansı hallarda, belə deyək, hansı yerlərdə qaldırılır. Biz burada bildik dövlət bayrağımız hansı yerlərdə qaldırılır. Önəmli məsələlərdən biri də budur ki, həmin bu biz hərbi hissələr dedik. Hərbi hissələrdə nəyə uyğun olaraq qaldırılırdı? Mən də buradan da ox çəkirəm, yazıram ki, hərbi hissələrdə və yaxud gəmilər üzərində dəniz qüvvələrinin hərbi gəmi nizamnamələrinə uyğun olaraq, üzr istəyirəm, hərbi gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır. Və bir də burada önəmli məsələ budur ki, xarici dövlətin gəmisi Azərbaycan Respublikasının limanında ya dayanır və yaxud da ki, buradan elə gəminin altına yazım, ya dayanırkən, ya da dayanarkən, və yaxud da ki, üzərkən beynəlxalq dəniz adətlərinə uyğun olaraq bizim bayrağı da qaldırmalıdır. Baxın, beynəlxalq dəniz adətləri. Bu da önəmli məsələdir. İndi isə keçirik biz artıq digər hissəmizə. Biz digər hissədəyik. Burada söhbət gedir dövlət bayrağının təsvirinin istifadəsi. Gəlin baxaq, dövlət bayrağı hansı yerlərdə istifadə olunur. İlk olaraq Azərbaycan Respublikasının ərazisindən kənarda mülkü hava gəmiləri üzərində, mülkü hava və yaxud da ki, mülkü hava gəmiləri yazar və yaxud da ki, hərbi hava gəmilərinin üzərinə, hərbi hava gəmiləri üzərinə vurulur. Əlbəttə ki, bu söhbət burada gedir ki, yəni Azərbaycan Respublikasının hüdudlarının kənarda uçuş həyata keçirən hərbi hava gəmilərinin üzərinə nə edilir? Vurulur. İkinci bir məsələ var. İkinci bir məsələ budur ki, Dövlət Sərhəd Xidmətinin gəmilərinin və yaxud qayıqlarında burada artıq bu istifadə olunur. Fərqləndirici element kimi istifadə olunur. Element yazaq. Üçüncü məsələmiz də var bizim. Qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda. Baxın, qanunvericiliklə yazdım. Burada döş nişanlarının elementi kimi. Döş nişanlarının elementi kimi istifadə olunur. Yəni, bu da önəmli bir məsələdir. Burada fərqləndirici element yox, üzr istəyirəm. Fərqləndirici nişan kimi idi. Fərqləndirici nişan kimi Dövlət Sərhəd Xidmətinin gəmilərində, qayıqlarında qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda isə döş nişanlarının elementi kimi istifadə olunurdu. Bir də elə bu hissədə balaca bir yerimiz də var. Buradan da yazım. Dövlət bayrağının digər bayraqlarla istifadəsində, yəni digər bayraqlarla istifadə olunanda, yəni bizim bayraq digər bayraqdan balaca ola bilməz və yaxud digər bayraq bizim bayraqdan nə ola bilməz? Böyük ola bilməz. Bunu yadımızda saxlayaq. Və bir də ki, biz bu qarşıdan baxırıqsa bu bayraqlara, bizim bayraq solda olmalıdır. Önəmli məsələdir. Daha sonra keçirik digər hissəmizə. Dostlar, artıq biz baxmalıyıq dövlət bayrağı matəm günlərində necə istifadə olunur. Qeyd edək ki, matəm günlərində, bu matəm günləri əlbəttə ki, prezident tərəfindən müəyyənləşir matəm günləri və burada matəm günlərində dövlət bayrağı həmin o dirəyin yarısına qədər endirilir, dirəyin yarısına qədər endirilir və yaxud da ki, yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkidilir. Qara lent. İkinci məsələ budur ki, Azərbaycan Respublikasının vəfat etmiş şəxslərinə ehtiram göstərilməsi məqsədilə, məsələn, Xocalı soyqırımında vəfat etmiş 20 yanvar şəhidlərimiz və 44 günlük müharibə şəhidlərimizin ehtiram göstərilməsi məqsədilə dövlət bayrağının istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Baxın, müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Bu da ki, Nazirlər Kabinetidir burada. Onu da yadınızda saxlayın. Daha sonra burada lövhəmizdə yer varkən onu da yazmış olaq ki, dövlət bayrağının, yəni təsvirinin bu istifadəsi, yəni nəyə uyğun olmalıdır, onu qeyd etmək istəyirəm. Elə belə yazaq, nəyə uyğun dövlət bayrağı istifadə olunur.
Azərbaycan Respublikası Konstitusiyasına bilirsiniz 23-cü maddədə dövlət rəmzləri haqqında bəhs olunur və bir də ki, dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununa uyğun olmalıdır. Bu önəmlidir, yəni bu tələblərə uyğun olmalıdır və sonda da qeyd etmək istədiyim məqamlardan biri də budur ki, yəni bu tələbləri pozan şəxslər, bayrağımıza qarşı hər hansısa təhqir edici hərəkətlər edən şəxslər isə əlbəttə ki, qanunverici kimi müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ancaq beynəlxalq idisə, yəni ərazimizdən kənarda idisə, düşdü mənim də markerim, kənarda idisə, o zaman beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görülür. Bax, bununla da demək olar ki, dövlət bayrağı haqqında qanundan ən vacib olan məqamları diqqətinizə çatdırdım. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.